müəllimlərim Allah dünyalarını dəyişiblər. Allah rəhmət eləsin, qəni-qəni bütün böyük sənətkarları, dünyasını dəyişən sənətkarları Allah qəni-qəni rəhmət eləsin. Mənim belə deyək də not müəllimim, əlifba müəllimim, Vaqif müəllimi olub, Vaqif Məmmədov. Allah onu qəni-qəni rəhmət eləsin. Yəni klarneti mənə əlifbanı öyrədib. Sonra bizim kənddə bir klarnet ifaçısı var idi, dəyərli sənətkar idi. Allah onu qəni-qəni rəhmət eləsin, Firdovsu müəllim. Yəni bütün bizdə Binə kəndinin toylarını Firdovsu müəllim eləyib hamısını. Mən o kişiyə baxmışam, sənəti sevmişəm. Sevmişəm və Allah qismət eləyib bir neçə ildə mən o kişidən dərs almışam. Ustad dərsi mənə keçib, Allah onu rəhmət eləsin. Yenə deyirəm, bizim kənddə şükür olub klarnet çalan, Firdovsu müəllim olub, Allah qəni-qəni rəhmət eləsin. Elman olub, bayaq qeyd elədiyim kimi, Allah o dünyalarını versin. Yəni, imin o Firdovsu müəllimin bugünkü, yəni çörəyimdəki yediyim o çörəyi belə deyək də, o Firdovsu müəllimimin əziyyətidir. Yəni mənim üstümdə ona baxıb sevmişəm birbaşa belə deyək də. Allah rəhmət eləsin. Allah cəmi bütün sənətkarları, dünyasını dəyişənləri rəhmət eləsin.